19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində Bakıya baxsaq, belə bir mənzərə görürük. Məhəllə tipli yaşayış məntəqələri. Məsəl üçün İçərişəhər bayaq qeyd etdiyimiz kimi, Montin, Kubinka, Bayıl və Ermənikənd. Bu siyahıda Ermənikənd adı mənə marağımı çəkdi biraz. Ümumiyyətlə Ermənikənd adlı ərazinin yaranması necə baş vermişdi? Bu hansı zərurətdən yaranmışdı? Bakı erməni əhalisi müəyyən dərəcədə 19-cu əsrin hətta əvvəlində də çox cüzi, yəni yenə də təkrar edirəm, bu ruslar gələndə bu, yəni İçərişəhərin əhalisi nə ilmində 1-2-3 mindən söhbət gedirdi. Yəni 30-40 nəfərdə yəni erməni vardı. Tacir idi, nə idi? Amma bu Bakıya əsas köç deyək, miqrasiya deyək də, kənd miqrasiyasıdır da bu əsasən. Bu şübhəsiz ki, bu neft bumu dövründə, yəni neftlə bağlı və müxtəlif ərazilərdən təsəvvür edin. Biz sizinlə indi bugünkü gündə danışırıq və təsəvvürümüzdə müəyyən sərhədlər var, ərazilər var. Amma o vaxtı belə bir nə belə sərhədlər var idi, nə belə bir ərazilər var idi. Və Bakı bu cür inkişaf olduğu zaman təbii ki, müxtəlif Cənubi Azərbaycandan, deyək ki, Dağıstandan, Rusiyadan insanlar köçüb gəlirdi və o dövrdə artıq bir xeyli erməni bilirsiniz ki, 28-ci ildən sonraki dövrdə xeyli erməni köçürülmüşdü Azərbaycan ərazisində. Qarabağ idi, Qarabağdan savayı digər ərazilərdə də var idi, Şamaxıda var idi, Şəkidə var idi və s. Yəni onlar bir kəndli olaraq təbii ki, şəhərə bir iş dalıcı səhər köçüb gəlirdilər və Bakıda yaşayan ermənilərin, nə bilim, mənim üçün təbii ki, onu heç kim bəlkə də deyə bilməz faizlə göstərsək, tam əksəriyyəti, 90%-dən yuxarısı Qarabağdan gələnlər idi, Qarabağ erməniləri. Yəni Qarabağa köçürülmüş, sonradan da oradan Bakıya köçən ermənilərdir.